Assalamu alaikum hürmetli kardeşler. Ben kardeşim Nabi Cala. Bugünkü programımızda yani bugünden başlayıp yani bugün 9 yani 14. günü Cuma günü. Cuma'dan keyin Allah'ın izniyle şu Amerika'daki Jack degan efendim qo'zg'algan şu 100 bin kişilik imza toplaş faaliyetiga İstanbul'daki pedagog qarindoshlarimiz bilan hamkorlashib İstanbul'un Zeytinburun rayonidagi Avral Mərəcnəxanası və Okyanus yan telefonxanının yenə qarindaşlarımızға yardım beriş, yəni imza atanmaydigan, imza etişini bilməydigan, el-xət təsdiq qılanmaydigan və imzanın tərtibini bilməydigan qarindaşlarımızға bir düşəndiriş həm yardım qılıb məşğulatını tamamlaşdırış. Ularning qarindaşlarımız yan telefonlarını elib gəlsə, el-xət adres təsdiq qılanmagan qarindaşlarımızға yan telefonda el-xət təsdiq qılıb, ularga bu imza etiş faaliyetine imza atqızış və imzanın layiqlik buluş nisbətini yuqarı götürüş. Çünki onunki burunqi Avstraliyanınki imza etiş faaliyetinde bu aldığımızdan köp ötdü. Nurgun qarindaşlarımız gerçi el-xətke layiqlik şekilde nimeni tamamlagan bolsun məşğulatını, lekin el-xətke uçur gəlməslik və ya ki tamamlap bulap el-xətke uçuruğa qaramaslik, onu dəlil qılmaslik, dəlilməslik səbəbindən bəzi nurgun sallarımız küçük iyi olmay qalğanlıqdək əhvallar var. Onun üçün bunda əhvalının bu 100 bin kişilik faaliyette bu 100 bin sanlamına ait köp hikayeliği biz üçün şuna olsun mu buna da yana bütün dünyadaki pedagog qarindaşlarımızla birlikte bunu tamamlaş, bunun için gayret qilish, bu üçün faqat lagerdeki qarindaşlarımızın bir gün bolsun mu muşundaq xalqaranın besimi, imza toplaş faaliyeti, namoyish və ya ki xalqaranın qanunları bilan Xitayga besim şekillendiriş, bu arqılıq Xitayning şu lagerlarni bekor qilish, qıstash və şu lagerde izləyətqan qarindaşlarımızı bir gün bolsun mu azad qilish üçün hərəkət qilish. Hərəkət səbəb bizdən qarindaşlar, nəticəsi Allah'tan. Çünkü biz çoxum bununla doğru səbəb qilishimiz gerek. Həmmimiz pidakarlıq göstərishimiz gerek. Bu qandaqdır təşkilatlarının, cemaat ərbablarının yoki bunun işi emas. Bu iş həmmimizin işi. Həmmimizin tuqqan əviyyədə izləyətqan, həmmimizin qan qarindaşları. Onun üçün bunun özümüzdən avazı yetken ətrafımızdaki turvatqan dövlətlərdəki qarindaşlarımızı səfərbər qılsaq, ularni hərəkətləndirsək, ularga təşviq qılsaq, ularni bu fəaliyyətə aktiv avaz qoşuşqa dəvət qılsaq nəhayət yaxşı olur. Bununla Uygur'dan başka Kazak, Kırgız, Tatar, Özbek muş milletler mu Şərq Türkistan'da yaşayatqan ve Orta Asya'daki olsun, Türkiye'deki olsun, Türkiye milletler olsun, özümüz yaşayatqan dövlətlerdeki şu xalqlarni olsun səfərbər qilish nəhayət mühim. Onun üçün biz mening qo'limdan nima keladi, men o'zim etib bo'lgandim emas. Mening qo'limdan Alloh xolisa cho'qim bir ish keladi. Men bu ish uchun o'zimning tegishli kasbini qo'shaman. Men 100ga, 1000ga, 10.000ga həs qo'shima degan şekilde hərəkət qılsaq, Allah'ın izniyle bu vəzifemizi çoxum tamamlayalayımız. Onun üçün həmmimiz tən qeyrətgilli, həmmimiz tən küçəyli, inşallah bu çoxum biz bu 100 bin sanını toşturup onun da aşırı yetişəlişimizə həmmimizdən işençisi var inşallah. Şunun üçün qarindaşlar qısqa olsun mahiyyətini uzatmayın. Bu şekilde her birilerini bugünkü 3 günlük faaliyet bu. İnşallah bugün Cuma'dan keyin başlansa o 7. ıslah 3'ten keyin kişi devam kıldı Allah xalisa. Şu an qarindaşlarımız bunun da xəbərdar buluşunu ve bununla əyişib özlüğünün teşkil edib hər qaysı dövlətlərdə turub atqan qarindaşlarımız bununla dəmləşkülürdəki qarindaşlarımızı bu şekildeki faaliyetlerine aktif teşkil etsek nəhayət yaxşı olur deb qarayman. İnşallah həmmimiz bunun bir dəvətçi, bunun bir təşviqatçı, bunun bir fidakar bula alayımız. Onun üçün hər birilərin Cenab-ı Allah'a təşəkkür. Esselamu aleyküm və rahmetullahi və